Bəli, Astara xəbər komandası olaraq Astara dövlət sərhədinin buraxılış məntəqəsindən bu saat olan ən son məlumatı diqqətinizə çatdırırıq. Sərnişin keçid xəttindəyik və gün ərzində sərnişin keçid xəttindən 100-dən çox insanın təxliyəsi reallaşır və Azərbaycan bu təxliyə prosesinə olduqca humanist yanaşır. Səhər saatlarından etibarən bu saatədək ümumilikdə Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları, eyni zamanda Qazaxıstan və Çin vətəndaşları oldu ki, onların təxliyəsi operativ və təhlükəsiz formada həyata keçirildi. Ümumi fevral ayının 28-dən bu günədək İrandan Azərbaycana təxliyə olanların sayı artıq 2300 nəfərə yaxınlaşır ki, bu da Azərbaycanın bu təxliyə prosesinə necə humanist yanaşdığının əyani göstəricisidir. Eyni zamanda iki ölkə sərhəddindən keçən yük nəqliyyat vasitələrinin də rahat və sərbəst keçidi həyata keçirilir. Yəni məhdudiyyət aradan qalxdıqdan sonra gün ərzində buradan da məhz 100-dən çox yük nəqliyyat vasitələrinin hərəkətini müşahidə etmək mümkündür. Bir sözlə, Azərbaycan bugün təhlükəsiz keçid nöqtəsi olaraq həm təxliyə prosesində öz aktivliyini qorumaqdadır, eyni zamanda dünyaya həm də bir örnək olaraq görünməkdədir. Çünki dünyanın 72-dən çox ölkəsinin İranda olan vətəndaşlarının Azərbaycan vasitəsilə təxliyə olunması da məhz bunun əyani göstəricisidir. Və təbii ki, vətəndaşlarımız da təxliyə olanlar arasındadır ki, 400-dən çox Azərbaycan vətəndaşı 13 gün ərzində İrandan təxliyə olunub və onlar da təhlükəsiz bir formada öz təyinat nöqtələrinə çatdırılıb. Təbii ki, Azərbaycanın bütün qurumlarının fəaliyyətini də burada yüksək dəyərləndirmək lazımdır. Çünki sərhəd boyu ərazidə, yəni buraxılış məntəqəsində bütün qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və maksimal dərəcədə təxliyə olunan insanlara humanist yanaşılır və onların daha sürətli keçidini təmin edirlər.